Rəvayətlərimizdə bu məzmunda bir neçə hədis nəql olunmuşdur ki, möminlərin əmri əleyhissalam hər ölən insanın yanında hazır olur. İstər mömin olsun, istər münafiq. Mömin onu sevinc içində görər, münafiq isə onu əzab və narahatlıq içində görər. Bu mövzuda nəql olunan hadisələrdən biri Haris Əl-Həmdani haqqındadır. Həmdan Yəməndə bir qəbilədir. İrandakı Həmdan şəhəri ilə qarışdırılmamalıdır. Onların bir hissəsi Küfədə yaşayırdı və o zamandan etibarən güclü vilayət və sədaqətləri ilə tanınırdılar. Möminlərin əmrinə aid edilən məşhur beyit, əgər cənnətin qapısında qapçı olsaydım, həmdanlılara deyərdim, salamla daxil olun. Haris Əl-Əvər Əl-Həmdani bir gözünü döyüşlərin birində, deyilənə görə Cəməl və ya Siffeyn döyüşündə itirmişdi. O çox cəsur bir şəxs idi. Nəql olunur ki, imam onu ruhlandırmaq üçün buyurdu. Razısanmı sənə həm tək gözlü, həm də qorxaq desinlər? O dedi, xeyr ey möminlərin əmiri, bugün sənə tək gözlünün nə etdiyini göstərəcəyəm. Ömrünün sonlarında Haris ağsaqqal halda əsa ilə imamın hüzuruna gəldi. İmam buyurdu, qocaldın ey Hari. Dedi, sənin məhəbbətində qocaldım ey möminlərin əmiri. Sonra dedi, məni incidən və ən çox ağrıdan şey səhabələrinin sənin qapında ixtilaf etməsidir. Onların arasında ifrata varan da var, düşmənçilik edən də. İmam buyurdu, ey Hari, mənim səhabələrimin ən xeyirlisi orta yolu tutanlardır. İfrata varan onlara qaydar, geri qalan isə onlara yetişər. Sonra buyurdu ki, hər ölən şəxs onu görəcək və ey Hari, sən də məni görəcəksən və sənə cənnəti müjdəliyirəm. Məşhur şeirdə Seyyid Hümeyriyyə aid edilir, ey Hari, həmdanlı, kim ölsə məni görər, istər mömin olsun, istər münafiq. O məni baxışı ilə tanıyar, mən də onu sifəti, adı və əməlləri ilə tanıyaram. Ömrünün sonlarında sən də məni tanıyacaqsan, qorxma büdrəmədən və xətadan. Cəhənnəmə deyiləndə, bu adamı burax, ona yaxınlaşma, çünki onun vəsinin, əlinin ipinə bağlı bir ipi var. Kanala abunə olub izləməyi unutmayın.